Diabetlə birlikdə elə Şəkərsiz Söhbətlər podkastına xoş gəlmisiniz. Bugünkü qonağımız Aytən xanım Paşayevadır. Aytən xanım 20 ildən çoxdur ki, tip 1 diabetlə yaşayır və öz bloqunda şəxsi təcrübəsini paylaşır. Aytən xanım, çox sağ olun podkastımıza gəldiyiniz üçün. Dəvətiniz üçün çox sağ olun. Əgər diabetlə həyatınızı bir cümlə ilə təsvir etməli olsaydınız, o cümlə nə olardı? Güclü və pozitiv. Güclü və pozitiv. Son 20 ildə çox şey dəyişib. Texnologiyalar, insanlar, diabetə münasibət. Sizin üçün ən çox dəyişən nə olub? Hər şey dəyişib sizcə? Diabetə baxış, belə deyim, daha da çox immuna bizim insanlar. Diabetlə davamlı nəzarətdən yorulduğunuz günlər olubmu? Bilirsiniz, bu haqda düşünmüşəm. Yəni bir anlıq oturub düşünürəm ki, biraz depressiyaya girdi. Vəsətki diabet 30 ildir uje yox, alınmır. Yorulmuram. Elə bir bilirsiniz necə? Doğrudan həyat tərzini, obraz жизни, da həyat tərzi. Həyat tərzinə keçirib mənim azərbaycan dili. Ona görə yorulmuram. Yəni bilirəm ki, səhər qalxdım, şəkərimi ölçdüm, insulin vurdum, yemək yedim. Heç yorulmuram. Çox qəribə səslənə bilər, amma yox, yorulmuram. Məncə yorulmamaq kimi demək, düşünürəm ki, diabetlə uzun müddət yaşayan insanlar istər-istəməz qandakı şəkər yaxşı olmayanda məndə olur. Mən də bu işim iminlə hər şey eləyirəm, yəni yoxlayıram, monitor eləyirəm, hesablayıram, amma bəzi günlər var ki, yenə də hansı bir səbəbdən ya qalxıb ya düşür. O momentlər depressiya deməzdim, amma yorğunluq hissi yaranır. Şəkər, bəli, şəkər yüksək olanda təbii ki, keyfim pozulur. Həm yorğunluq hiss eləyirəm və fiziki olaraq yorğunluğa nəzər tuturam. Amma belə düşünmürəm. Məndə də sizin kimi, yəni həyat tərzidir, avtomatlaşdırılmış bir proses kimi hiss olunur. Sadəcə bəli, keyfimizdə sadəcə o şəkər poza bilər ki, yüksək olanda. Heç yox. Yəni naborot deyirlər ki, bir postumda var idi ki, mən şəkərlə bəzi sağlam insanlardan özümü daha sağlam hiss edirəm. Misal üçün, niyə şəkərsiz desertlər seçirəm, daha karbosu az olan yeməklər, misal üçün 6-dan sonra çox yeməmək, yəni bu sağlam bir qidadır. İdealna. Spasibo. Həyatınızı daha sağlam və balanslı saxlamaq üçün hər hansısa individual tipsləriniz, yəni vərdişləriniz varmı? Təbii ki, daimi şəkəri izləmək və buna sensor köməklik edir. Bəli, insulin pompa Azərbaycanda çox insanlar əldə edə bilmir, amma çox rahatdır. Şpris qələmdə giponu, hipoglikemiyanı da çox daha pis hiss edirdimsə, insulin pompada bu proses daha rahat keçir. Tips, belə deyim də, misal üçün çox adam qorxur şirin bir desertlər yemək, dondurma yemək, misal üçün balaca bir tövsiyəm var ki, belə çox şirin qidalar, desertlər daha az şəkərə yemək tövsiyə olunur. Şəkər çox tez yüksəlmir və mənim təcrübəmlə çox balansda qalır. Hətta dondurmadan sonra. Mən sizin son postunuzda görmüşdüm ki, siz deməli şəkəriniz daha aşağı idi, amma dondurma yemək planlayırdınız və orada qeyd eləmişsiniz ki, həm insulini vurursunuz və dondurma yeməyə başlayırsınız. Onu demək istəyirəm ki, mən onu ilk oxuyanda başa düşdüm ki, nə qədər pompa ilə, yəni monitor eləyən, diabeti monitor eləyən insanlar və insulin qələmlərlə yaşayanda fərqlidir. Mən çünki qandakı şəkərim aşağıdırsa, mən insulini vurmuram. Mən yəni yeməyə başlayıram və hardasa 15-20 dəqiqə sonra o vaxtı gözləyirəm, insulini vururam. Bəli, həm insulindən asılıdır, həm tamam fərqli bir sistemdir insulin pompa. Çünki Instagram çox adam mənə soruşur ki, hansıda bir qida nə qədər vaxt insulin vurdunuz. Dedim, siz bunu məndən soruşmayın. Başqa bir insanla da onu müqayisə etmək, çünki hər insanın orqanizmi fərqlidir. Qida fərqli təsir edir. Misal üçün, mən banan yeyəndə şəkərim normada qalxır, kipodan danışıram. Mənə misal üçün takipçim yazır ki, mən biraz banan yeyən kimi şəkərim uçur. Hər şey fərqlidir. Dozalar fərqlidir. İnsulin pompa, şpris qələmlər. Şpris qələmlərim də fərqli olur. Humalogda, navarapitə, fiaspda. Yəni, hər şey buna təsir edir. Transiyam. Hamı da individualdır. Məndə ən çox, yəni, düşünürəm ki, stereotipdir bu. Azərbaycanda ən çox verilən sual, mən qreçka ilə qidalanmalıyam kimi bir mif var. Amma əslində mənə qreçka heç vaxt yaxşı təsir eləməyib. Mən heç vaxt qreçka yemirəm. Qreçka şəkər yüksəldir zaten. Çox pis yüksəldir və uzun müddət, yəni onu salmaq çətin olur. Mən at least mənim üçün. Bəzi insanlar var ki, onlara qreçka o da fərqli təsir edir. Elə mən də ondan danışıram da. Önəmi var. Bəli. Ana olmaq istəyən, amma diabetlə yaşayan
qadınlara, yəni diabetlə yaşadıkları üçün ana olmaqdan qorxan xanımlara nə tövsiyə edərdiniz? Çox belə xanımlar mənə yazır. İlk öncə professional endokrinoloq. Çünki 3 aylıq şəkər normada olmalıdır ki, hər şey yaxşı keçsin. Yəni şəkərlər stabil olduqca heç bir problem yoxdur. Uşaq, sağlam uşaqda dünyaya gətirmək mümkündür. Mənim bloqum da buna bir sübutdur. Məni ümumiyyətlə analar çox ilhamlandırır, amma diabetlə yaşayan analar daha da çox hamiləlik, daha sonra da uşağa baxmaq, yəni çox vaxt, disiplina, mütəmadi olaraq nəyisə düşünmək, analiz eləmək tələb edir və diabetlə yaşayan analar buna əlavə olaraq, yəni əlavə işləri də diabeti monitor eləməkdir və mən düşünürəm ki, bu doğrudan da super power kimi bir şeydir. Yəni uşaqlarınız olduqdan sonra özünüzə diqqət göstərmək, yəni vaxt ayırmaq və qayğı göstərmək daha da çətin oldumu? Bəli. İlk öncə oldu. Və insulin pompa mən çıxartmışdım ilk uşaq dünyaya gələndən sonra. Çünki yəni kablo falan da narahat edirdi. Şpris qələmə keçdim. Baxdım ki, yox, alınmır. Şəkərlərim çox qalxıb düşürdü. Sonra yəni bu biraz psixoloji düşüncədir ki, uşaqları sevirsənsə, İlk öncə özünü sevməlisən, özünə qayğı göstərməlisən, öz sağlamlığını düşünməlisən və yeni insulin pompaya keçdim. Və sizə deyim ki, bu sensoru mən ilk öncə pis təcrübəm olub deyə sensoru sevmirdim. Amma sonradan sensor quraşdırdım və gözlərim pasayana telefon üzərində şəkərimə baxıram. Bir oyuna çevrilib. Şəkərim 8-dən yuxarı qalxanda biraz qəribə gəlir. Şəkərim ideal olmalı. 5-6, 5-6 və başa düşürəm ki, bu nə qədər gözəldir. Çünki ideal, yəni hər dəfə belə olub yox. Mən ola bilər, yəni analıq o məsuliyyəti, şəkərə baxma məsuliyyəti daha da artdı. Amma tabii ki sonra. Uşaqlar çox şeyi böyük insanlar kimi başa düşmürlər və diabetlə yaşasalar da, yəni bunun nə qədər ciddi və monitoring etməli olacaq bir diaqnozun olduğunu tam anlamırlar. Və diabetlə yaşayan uşaqların valideynlərinə hansılar ki, uşaqlar özləri kontrol eləməyi sevmirlər ya da ki, gizli bəlkə nə isə insulini buraxırlar, ya konfet, şokolad da şirniyyətliyini onlara məsləhət olmayan produkt ərzaqları yemək istəyirlərsə, bu valideynlərə siz nə məsləhət görərdiniz? İlk öncə deyim, yəni indiki dövrün uşaqları tamamilə fərqlidir. Yəni bu okeydir ki, uşaqlar daha kaprizlidir və üstünə şəkər də gələndə, yəni anlamaq olar uşaqları tam fərqlidirlər. İkincisi, burada biraz psixoloji tərəfdən baxmaq lazımdır ki, ya uşaqla valideyn danışmalıdır, ya uşaq psixoloqu ki, sənin sağlamlığın sənin əlindədir. Yəni sənin hər bir yüksək ya çox kəskin aşağı şəkərdən sənin həyatın bağlıdır. Yəni bunu belə düzgün yolda anlatmaq lazımdır uşaqlara. Bir şey fark etdim, bizdə o məsuliyyəti uşaqlara vermək istəmirlər. Misal üçün mən Moskvada böyümüşəm, artıq 11-12 yaşımda kəmplərə getmişəm. Yəni tək başına insulini idarə etmişəm. Amma burada mənə direktdə yazırlar. İnstituta gedən uşaqları belə, uşaqlar da sayılmır, artıq böyük insandırlar, anaları kontrol edir. Yəni qətiyyən. Nə qədər tez məsuliyyəti uşağa verəcəksiniz, o qədər tez özü şəkəri, diabeti idarə etməyə bacaracaq. Razıyam. Məndə 9 yaşından diabet diaqnozu qoyulub və əlbəttə ki, mən də məktəbə gedirdim. Sonra bizdə gimnaziya olduğu üçün yəni oxumaq çətin idi, hazırlıqlar var idi, dil kursları. Yəni günün çox hissəsini evdə yox, hardasa keçirirdi uşaqlarla, digər uşaqların və əlbəttə ki, yəni valideynlərimin pozitiv tərəfi olub ki, onlar mənə sadəcə olaraq öyrədiblər ki, bu hansı formada özümü idarə edə bilərəm. Yəni həm uşaqlardan ayrı qalmamaq üçün olduğum auditoriyada, sinifdə, digər insanları seçilməmək üçün. Yes. Eyni zamanda da özümü yəni
for example, çox adamlarda eşidirəm ki, məktəbə gedəndə insulin vurmaqdan çəkinirlər deyə ümumiyyətlə onu buraxırlar və yalnız evə gələndən sonra başlayırlar monitor eləməyə. Bu da o deməkdir ki, günün bir yarısı qandakı şəkərlər kontrolsuz olur, o biri yarısı isə düzəltməyə çalışırlar bunu. Məndə şəxsi təcrübəmdə bu olmayıb. Yəni sinifimdə hamı bilirdi məndə diabet olduğunu və lazım olanda da dəstəyi göstərirdilər. Bax, bunu çox gözəl vurğuladınız. Mənim bloqum açmağı birinci səbəbi də budur. Siz gizlətmirdiniz diabeti, amma mən gizlədirdim. Uşaq vaxtı mən gizlədirdim. Hətta şəkərim düşəndə masa altında yemək yerdim gizlim. Bir neçə travma yaşamışam o haqda və mənim əsas səbəbim bloqum açmaq da odur ki, artıq diabetdən heç kim utanmasın. Çəkinməsin, yəni bu normal bir şeydir və digər xəstəliklərdən insanlar çəkinməsin. Mənim şəxsi təcrübəmdə bir epizod olmuşdu. İlk dəfə düşündüm ki, okey, mən də sinifin ortasında yox, gedim mənə tualetdə insulini vurum. O vaxtda da bizdə ruçkalar, qələmlər yox idi, insulin qələmləri. Adi insulin və şpris. O da əlimdən düşüb o kafeldə sınmışdı. Ondan sonra yəni bir dəfə yalnız tualetə getdim insulin vurmaq üçün. Ondan sonra yenə də olduğu kimi davam edirdim. Yəni oturduğum yerdə harda otururdumsa ya da dururdumsa orada insulini çıxardıb hazırlayıb vururdum. Amma bilirəm ki, çox insanda elə olur. Yəni ya gedib hardasa eləyib qayıdırlar, ya da ki, ümumiyyətlə çalışırlar ki, bunu buraxsınlar. Gizlətsinlər, bəli. Ailəniz gündəlik həyatınızda sizə necə dəstək olur? Gün ərzində təbii ki, şəkərlərimi özüm kontrol edirəm. Sadəcə hipo zamanı çalışırlar tez mənə nəsə bir şəkərimi yüksəldən bir qida. Çox vaxtı banan. Evdə banan mütləq olmalıdır. O mənim şəkərimi stabil qaldırır. Hətta belə gülməli bir hadisə olur. Evdə son bir banan qalanda heç kim icazə yoxdur onu yemək, çünki mənə lazım ola bilər. Və çox vaxt evdə dietik yeməklə qidalar alıram deyə şəkər yüksəldən bir şey də yoxdur. Bir də ki, mənim uşaqlarım öncə balaca idi, çox belə diabet haqqında başa düşmürdülər. İndi yavaş-yavaş suallar verməyə başlayırlar. Və çox maraqlıdır ki, hətta postda paylaşmışam, 1,9 şəkərim düşmüşdü. Böyük qızım çox belə deməyərəm ki, super məsuliyyətlidir, amma o zaman yəni o qədər soyuqqanlı, o qədər məsuliyyətli davrandı ki, şkafda heç bir şey tapmayan qızım 2 dəqiqəyə şəkəri tapdı, mənə şirin çay etdi, verdi. Çox dəstək oldu. Super. Sizin qanda şəkəriniz aşağı olanda siz çox vaxt banan yeyirsiniz. Bəli, başa düşdümsə, bəs qandakı şəkəriniz çox aşağı olanda maraqlı ya da ki, qəribə kombinasiyalarınız olub? Yəni qarışdırdığınız, amma o momentdə sizin üçün çox məntiqli gələn bir kombinasiyalar. Bulku yoğurt qarışdırmışam. Peki. Yəni normal bir miksdir məncə. Əlim altında nə olub onu qarışdırmışam. Məndə çox aşağı olanda, çünki bilmirəm necə elə olur. Çox aşağı olanda qəribə kombinasiyalara başlayıram, qəribə normalda yəni heç vaxt qarışdırmadığım Peki panikə düşürsüz? Bilmirəm, bəlkə səbəb odur. Yəni o momentdə düşündüyüm tək şey olur ki, qandakı şəkərimi normal gətirim. Bəli. Panikə düşürürsəm, sən yemək istəyirsən. Yes, bir dəfə olmuşdu ki, ətlə varenье. Qarışdır. İndi təs mən də sizin kimi düşünürəm. Amma o momentdə mənim üçün okey idi. Bu, bilirsiniz, o ki, hipo zamanı uşumuz itib, sizin də mənim də uşaq vaxtı tez-tez. O bizim balaca bir travmamızdır. O travmanı təkrar yaşamamaq üçün nə gəlir onu yemək istəyirik. Dəstək baxımından onu niyə deyirdim? Ailəmdə bu yaxşı tərəf odur ki, mən qəribə kombinasiyalarda oturub yeyəndə reaksiyaları olmur. Yəni onlar başa düşürlər. Yes, həm öyrəşiblər, həm də ki, yəni artıq sadəcə olaraq gözləyirlər ki, o məqsəd sonra da atam mən deyir ki, dadlı idi. Sizcə diabet insana nə öyrədir? Hər anın qədrini bilmək. Agree. Məncə pozitiv olmaq. Bəli, pozitiv, mütləq. Da. Negativə çox fokuslanmamaq. Yəni ona görə də mən həyatımdan bütün negativliyi çıxartmaya çalışıram. Mən deyərdim ki, mənim üçün disiplina birinci yerdə yəni disiplindir. Düşünürəm ki, diabetlə yaşayan insanlara birinci öyrədən o disiplina yoxdursa monitoringdə yaxşı gətirir. Bəli. Amma bəli, siz düz dediniz. Yəni həyatı sevmək, pozitiv olmaq və momentləri dəyərləndirmək. Diabet haqqında eşitdiyiniz ən qəribə və ən maraqlı fikir nə olub?
Düşünürəm ki, qəribə fikirlər daha tez-tez eşidirik, maraqlı fikirlərdən. Qəribə fikir odur ki, çox insanların düşünməyi ki, şəkərli diabetlə uşaq dünyaya gətirmək olmaz. Hətta son postum bunu bir komedi kimi paylaşdım. Maraqlı fikirlər indi mən də düşünürəm. Maraqlı eşitdiyim heç nə olmuyor bu günə kimi, amma qəribə fikirlər həmişə olur. Olub və olur. Yox. Mən deyərdim ki, yəni necə siz dediniz, yəni ana olmaq, ki, valideyn olmaq, o limitləndirmək kimi görürlər. Digər proseslərdə düşünürəm ki, mən tez-tez eşidirəm. Yəni bu olmaz. Ki, bunu yemək olmaz, bununla məşğul olmaq olmaz. Və idmanla məşğul olmaq olmaz. Düşünürlər ki, bəli, diabetlə olan insanlar normal insan kimi həyatına davam edə bilməz, amma elə deyil. İnsanların yaddaşından bir dəfəlik silmək istədiyiniz diabet haqqında mif hansı olar? Şəkər bir xəstəlikdir. Sizcə xəstəlik deyil? Öncə də dediyim kimi bəzi insanlardan daha sağlam özümü hiss edirəmsə, nədən də xəstəlik olsun. Disiplina var, sağlam qida həyatımda var, sport hərdən var. Vaxtım olanda sportla məşğul oluram. Yəni bu bir xəstəlik olsa, daha zəif insan olardım məncə. 9 yaşdan diabet olandan sonra qəribə bir özümü diabetsiz özüm mən insan kimi diabetsiz yanında qalmamışam. Bir momentdən sonra elə bilirəm ki, elə məndə həmişə diabet olub və həmişə diabetlə yaşayıram. Bəli, elə bir post da var idi məndə ki, yaxşı ki 4 yaşımda diabet olmuşam. Yəni yaddaşımızda deyil ki, diabetsiz həyat necədir. Yəni ona görə yəqin ki, bu məni yormur. Artıq bir həyatım belə norma kimi alışmışam, bəli. Norma kimi olur. Və bu niyə dedim? Yəni siz dediniz daha güclü hiss edirsiniz özünüzü. Bəlkə doğrudan diabet olmasaydı xarakterimiz fərqli olardı. Bəli, onu həmişə düşünürəm ki, diabet olmasa necə bir insan olardım. Çünki mən doğrudan tənbəl insanım. Diabet olmasa bu qədər güclü, sağlam həyat sürdürə bilərdimmi? Bilmirəm. Doğrudan da zakalayt xarakter. Mən də sizin kimi tənbəl biriyəm. Deyə bilmərəm ki, workaholic yəni olduğumu deyə bilmərəm. Sadəcə olaraq hər səhər oyananda əvvəl qanda şəkəri yoxlamaq, sonra məndə insulin vurmaq var, yəni glitinli insulin. Daha sonra digər prosedurlar eləməliyəm deyə avtomatik olaraq günü də yəni gün necə başlayırsansa o formada davam elədiyi üçün kinda qoymur ki, həmişə допустим, heç bir iş yoxdursa yataqda qalım. Heç gəlməyəm o takom plani. Bəli. Согласна. Aytağım, sizcə niyə hər diabetlə yaşayan insan qandakı şəkərlərini yaxşı formada monitor edə bilmir? Biraz sərt cavabım olacaq. Belə insanlar tənbəldir. Hətta mən vaxtımı ayırdım və bir direktdə yəni oxuyub cavab vermək istirdim ki, gün ərzı 24 saat nə deməkdir? Yəni mən öz vaxtımı ayırıram onlar üçün ki, mənə hər saat şəkərlərini yazsınlar ki, mən onlara kömək edim. Şəkərlərini stabil edək. Siz inanırsınız, o qədər insan içindən tək bir ana yazdı mənə. Hər saat uşağın şəkərini yazırdı və onun şəkərləri də idealdır. Sadəcə bir məqamda onu köməkli etdim, onda yola gətirdi şəkərini. Yəni bu tənbəllikdir. Yəni sözün düzü çox suallar vermirlər. Sadəcə böyük qızım soruşur ki, hətta onun məktəb sinifində belə deyəsən diabetlə olan uşaq var. də hansısa bir müəlliməsi də diabetdir. Sadəcə soruşuram, amma sənin şəkərin normada neçə olmalıdır? Şəkərin neçə olmalı yemək yeməlisən? Hətta misal üçün telefonum yanımda olmayanda deyirəm telefona baxın, şəkərim nə qədərdir? Dərin suallar vermirlər. Bəs indi bildiyiniz, amma diaqnoz sizə təzə qoyulduqda bilmədiyiniz hansı məqamlar var? Sizdə 30 ildir ki, diabet var və siz mütləq ki, indi diabet haqqında daha çox məlumatınız var. Nəinki sizdə diabet, həm də diaqnoz qoyulanda siz uşaqsınız, amma nəzərə alaq ki, 20 il bundan qabaq hər hansı bir məlumatı indi bilirsiniz, amma vaxtı bilmirsiniz. Bu hansı məqamlar olardı? Nəyi paylaşmaq istərdiniz? Uça есть такое? У меня есть.
For example, mən əvvəl, yəni həkimlər öyrədirdilər ki, qısa müddətli insülin 2 saat mənim istifadə etdiyim 2 saat ərzində təsir edir. Amma sonra həmən insülin veb saytında oxuyanda öyrənmişdim ki, 2 saat aktiv fazasıdır, sonra pasiv fazasıdır. Onu mən bilmirdim və bəzi situasiyalarda da bizim hər 2 saatdan bir insülin vurduqda o yığılırdı və negativ. Можно отметить то, что сложные углеводы. Əgər bir gün uşaqlarınız bu podkasta baxsalar, onların bilmək istədiyi, yəni onlara çatdırmaq istədiyiniz ən önəmli fikir hansı olardı? Öncə qeyd etdiyim kimi, həyat doğrudan çətindir və hər anın doğrudan dəyərini bilmək lazımdır. Pozitiv olmaq lazımdır. Ayda xanım, gəldiyiniz üçün çox sağ olun. Çox maraqlı söhbət idi. Təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün, izlədiyiniz və səhvlərimizi tutduğunuz üçün çox sağ olun. Diabetlə birlikdə şəkərsiz söhbətlər idi. Biz bu yolda birlikdəyik.